Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, hər biriniz yaxşı olarsınız. Bu günlər biz fizika 7-ci sinif yeni dərsliyindən ümumiləşdirmə tapşırıqlardakı sualların izahına baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda deyir ki, Azər atasından aldıqları yeni televizorunun ekran ölçüsünü soruşdu. Atası 75 düym olduğunu dedi. Televizorun diaqonalının ölçüsü neçə metrdir deyir. Diaqonal 75 düymə bərabərdir və şərtdə də verib ki, bir düym 2,54 cm-dir. Mənim əgər bir düymüm 2,54 cm-dirsə, onda 75 düymüm necə santimetr olacaq? 75-i vuraram 2,54-ə. 75-i də 2,54-ə vuranda 190,5 edir. 190,5 amma santimetr. Çünki santimetrlə verib. İndi deyir ki, mən bunu nəyə çevirməliyəm? Metrə çevir deyir. Santimetri metrə çevirmək üçün nə edirdik? Həmişə 100-ə bölürdük. Santimetri metrə çevirmək üçün 100-ə bölürdük. Onda 100-ə böləndə vergül 2 vahid sola sürüşər. 1 vahid üstü gəldi düşdü bura. 2 vahid üstü gəldi düşdü bura. Yəni 1,905 metr eləmiş olacaq. 1,905 metr eləmiş olacaq bizim diaqonalımız. Televizorumuzun diaqonalı metrlə. Santimetrin isə 190,5 santimetrə bərabər idi. Gəldik ikinci suala. İkinci sualda deyir ki, verilənlərdən hansı fiziki cəmiyyətdir? Gəlin variantlara baxaq. Variantlara baxanda görürəm burada saniyə var. Saniyə kimi vahididir. Zamanın vahididir. Yəni fizik cəmiyyət deyildi, vahid idi. Sonra metr. Metr kimi vahid idi. Uzunluq vahid idi. Yəni bu da vahiddir də fizik cəmiyyət deyildi ki. Kilogram. Kilogram da yenə vahid idi, kütlənin vahid idi. Yəni orada kütlə idi fizik cəmiyyət və onun vahidi nə idi? Kilogram idi. Sonra dəqiqə. Dəqiqə nəyin vahididir? Dəqiqə də zamanın vahididir. Əslində əsas vahid saniyədir, amma dəqiqə ilə də deyildir. Məsələn 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə. Yəni dəqiqə də burada nədir? Hər hansısa bir fizik cəmiyyətin vahididir. Amma burada bir dənə zaman var ki, zaman özü fizik cəmiyyətdir və onun vahidi də nədir? Saniyədir, dəqiqədir, saatdır, bunlardır. Yəni variantlara baxaraq da onsuz da ki, görmək olur da fərqli xüsusiyyətdir. Saniyədir, metrdir, kiloqramdır, dəqiqədir. Bunlar vahidlərə aiddir. Amma bir dənə zamandır ki, orada nədir? Fiziki cəmiyyətdir. Gəldik üçüncü suala. Üçüncü sualda deyir ki, Eyler-Venn diaqramında uzunluq və zaman üçün uyğun bəndləri müəyyən edin. Aha, uzunluq və zaman. Gəlin birinci biz yadımıza salaq. Uzunluq hansı hərflə işarə olunurdu? Bununla işarə olunurdu. Zaman nə ilə işarə olunurdu? T ilə işarə olunurdu. Skalyar cəmiyyətdir. Həm uzunluq, həm də zaman skalyar cəmiyyətdir. Hər şey skalyardır. Sonra vahidi beynəlxalq sistemdə əsas vahiddir. Həm uzunluğun, həm də zamanın vahidi beynəlxalq sistemdə əsas vahididir. Bir də biz kütləni keçmişdik ki, o da nə idi? Əsas vahididir. Demək 2 də buraya uyğun olacaq. Vahidi saniyədir, təbii ki də zamanın vahidi saniyə olacaq. Vahidi metrdir, təbii ki də uzunluğun vahidi metr olmuş olacaq. Ölçü lenti ilə ölçülür, təbii ki də uzunluq ölçü lenti ilə ölçülür. Saniyə ölçənlə ölçülür, təbii ki də zaman saniyə ölçənlə eləyəcək, ölçüləcək. Deməli burada 1, 2 olmalıdır bizdə 3. 1, 2, 3, 6, 4, 5, yəni cavab Y variantı olmuş oldu. Asan sual idi. Nəzəriyyəni oxuyan insan, yəni kitab oxuyan biri rahatlıqla bu sualları cevablaya bilərdi. Gəldik dördüncü suala. Dördüncü sualda deyir ki, bu dördüncü sual ümumiyyətlə uşaqların çoxsunun yararlı yeridir. Çünki riyaziyyatla bağlı problemimiz var. Riyaziyyatla bağlı problem olanda da fizikanı öyrənməkdə çox çətinlik yaşayırıq. Mən fizikaya keçməmişdən öncə çalışıram ki, uşaqlara onluq kəsrlərin vurulması, bölünməsi, ümumiyyətlə kəsrlərin vurulması, bölünməsidir. Bunlardan bir dənə üstündən keçim, ondan sonra fizikaya giriş edeyim. Çünki bir də sadə təhlillərin həlli. Yoxsa onu bilməyəndə fizikada da uğur qazanmaq olmuş. Yaxşı, gəlin indi baxaq deyək ki, iki avtomobildən birinin sürəti 72 km/saat, digərinin sürəti isə 30 m/s saniyədir. Avtomobillərin sürətlərini müqayisə edin. Siz təbii ki də burada 72-ni 30-dan böyük götürmək haqqınız yoxdur. Niyə? Çünki burada kilometrlə saatla ifadə olunur. Burada isə metr/s saniyələ ifadə olunur. Burada desəydi məsələn 72 metr/s saniyə, o birisi də olsaydı 30 metr/s saniyə. Təbii ki də deyərdiniz ki, 72 daha böyükdür. Amma bunların biri kilometr, biri isə nədir? Metr/s saniyədir. İndi biz təbii ki də kilometr saatı nəyə çevirməliyik? Metr/s saniyəyə çevirməliyik. Bəs necə çevirəcəyik? 72-ni olduğu kimi saxlayırsınız. Kilometri indi metrə çevirmək lazımdır da. Kilometr nə idi? 1 kilometrimiz 1000 metrdir. Yəni burada 1 kilometrdən söhbət gedir. 1000 metrdir. 1 saatımız isə 3600 saniyədir. Rahatlıqla 1 saatin yerinə 3600 saniyəni eləyə bilərsiniz, yaza bilərsiniz. Burada 2 dənə 0 ixtisar edəcək. Sonra burada 72 ilə 36 ixtisar edir. 2 dəfə düşür. Çünki 72 36-ya bölünür. 2-ni də vurursunuz ona neçə eləyir? 20 eləyir. Demək ki, bu 20 metr/s saniyəyə bərabər imiş. Ümumiyyətlə kəsiri vuranda, məsələn 72-ni 36-da 1-ə vuranda 72-ni 1-ə vurub elə bil 36-ya bölüşdü. Ya da bunun aşağısına 1 atın. Kəsirlər vuranda 1-ə 36-ya, 72-ni də 1-ə vururdu. Ondan sonra ixtisarımızı apara bilərik. Tutaq ki, bilmirsiniz.
72-36-ya bölünür. Amma bunlar görünür də, hər ikisi 9-a bölünür. Burada 4 dəfə qalır, burada 8 dəfə qalır. 8 də 4-ə bölünür, 2 dəfə qalır. Yaxşı. Demək bu 20 metr bölünsün saniyəymiş. Bu birisi də 30 metr bölünsün saniyədir. Təbii ki də daha kim böyük olacaq? 30 böyük olacaq, 20 metr bölünsün saniyədir. Gəldik 5-ci suala. 5-ci sualda deyir ki, saniyə ölçənin bir bölgüsünün qiymətini və xətası nə qədərdir? Bir bölgünün qiymətini tapmağı məncə artıq biz əzbərləmişik. Bir bölgünün qiymətini necə tapırdıq? 2 dənə nöqtə götürürdük cihazın üzərində. Məsələn, tutaq ki, burada götürək biz 10-dan 5-i. Ondan çıxırdıq 5-i, bölürdük onlar arasındakı bölgələrin sayını. Bunun arasındakı bölgələrin sayı tam görünmür. Amma mən burada görməyə çalışacağım. 1, 2, 3, 4, 5 dənə olmalıdır. Bunun arasındakı bölgələrin sayı 5-dir. Ondan 5 çıxacaq 5, 5-i də 5-ə bölərik 1. Demək ki, bizim bir bölgümüzün qiyməti nə qədər imiş? 1 saniyəymiş. 1 saniyə də bir bölgümüzün qiyməti və biz xətanı tapanda nə edirdik? Xətanı tapanda bir bölgünün qiymətini bölürdük yarıya. Yəni 1-i bölməsi 2-yə, o da neçə eləyəcək? 0,5 saniyə eləmiş olacaq. Demək ki, mənim bir bölgümün qiyməti 1 saniyə, xətam isə nə oldu? 0,5 saniyə oldu. Burada məsələn yazıb ki, bir bölgünün qiyməti 5 saniyə, cihazın xətası isə 1 saniyə. Bu çox məntiqsizdir axı. Çünki biz bilirik ki, cihazın xətasını tapmaq istəyiriksə, bir bölgünün qiymətini yarıya bölməliyik. Məsələn, burada 5 saniyə, burada 2,5 saniyə versəydi, siz məsələn B variantını düşünə bilərdiniz düzgün variant kimi də. Amma mümkün deyil axı. Ya da A-da deyir ki, 1 saniyə, 1 saniyə. Mümkün deyil axı. Bir bölgünün qiyməti cihazın xətasına bərabər deyil. Cihazın xətası bir bölgünün qiymətinin yarısıdır. Yəni siz burada 1 ilə 5-i bunu da götürə bilməzsiniz. Bunu da məntiqsizdir. 5 ilə 0,5 nə əlaqə? 5-in yarısı eləyir 2,5. Necə 0,5 eləyə bilər? Bu da mümkün deyil. Ona görə də cavab nə qalmış olur? C variantı qalmış olur. Yəni variantları çıxdaş eləməklə də bu sualın cavabını tapmaq olardı. Amma əsas izahı ilə də bildik ki, necə tapırıq. Artıq bir bölgünün qiyməti tapmağı əzbərləyin. Gəldik 6-cı suala. 6-cı sualda deyir ki, şəkildəki karandaşın uzunluğu ən çoxu nə qədər ola bilər? Yenə siz burada bir bölgünün qiymətini tapıb, ondan sonra təyin edə bilərsiniz ki, karandaşın uzunluğu nə qədərdir? Yəni təqribi bir qiymət. Məsələn, yenə burada 13 ilə 12-ni götürək. 13-dən çıxaq 12-ni, bölək onlar arasındakı bölgülərin sayını. Onlar arasındakı bölgülərin sayına da baxmaq istəsəm, aradakı boşluqları saymalıyam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənə mənim boşluğum var. 13-dən 12 çıxaram, bölərəm ona. O da yiyəcək 0,1. Demək ki, mənim bir bölgümün qiyməti 0,1 imiş. Bir bölgümün qiyməti nə qədər imiş? 0,1 imiş. İndi gəlin baxaq burada. Baxıram ki, burada mənim bir bölgümün qiyməti 0,1-dir. Bura onda 5 dənə 5-ə düşür deyə 0,5 olacaq. Və bu hissə, bu karandaşın uzunluğunu göstərir. Və 0,5-i biraz keçib. Amma 0,6-ya da çatmayıb. Yəni 0,5 ilə 12,5 ilə 12,6 arasında bir qiymətdir. 12,5 ilə 12,6 arasındakı qiymət də təbii ki də burada 12 nəyə bərabərdir? %55-ə bərabərdir. Dediyim kimi, baxın, yenə yaxınlaşdıraq. Burada gedib çıxmayıb 6-ya. Bunu istəyirsiniz silim göstəreyim. Bu qırıq-qırıq xətlərə baxın. 6-ya çatsaydı, gəlib bura çatardı. Baxın, bura çatardı. Amma çatmayıb. Biraz ondan kənarda qalır. Ona görə biz 12,5 ilə 12,6 arasında bir qiymət götürdük. O da 12,55-ə bərabərdir. Gəldik 7-ci suala. 7-ci sualda deyir ki, şəkildəki voltmetrlərə bağlı hansı fikirlər doğrudur? Birinci voltmetr ilə gərginliyi daha dəqiq ölçmək olar, ikinci ilə daha dəqiq ölçmək olar. Belə soruşur. Deyir ki, 3-ə baxaq, bunlar dəqiqliyi xətaya görə müəyyən edəcək. 3-də deyir ki, 1 voltmetr ilə daha böyük gərginliyi ölçmək olar. 2 voltmetr isə daha böyük gərginliyi ölçmək olar. Baxırıq burada voltmetrlərə. Birinci voltmetr görür ki, 150 volt ölçür, ikinci voltmetr isə 40 volt ölçür. Təbii ki də burada daha böyük gərginliyi ölçən birinci voltmetr olmuş olacaq da, birinci voltmetr böyük gərginliyi nə edə bilir? Ölçə bilir. İndi dəqiqliyi necə baxacaq? Dəqiqliyi xətaya görə müəyyən olunur. Deməli, biz birinci cihazların bir bölgüsünün qiymətini tapaq. Yəni, bir bölgünün qiymətini tapaq. Bir bölgünün də qiymətini tapmaq üçün artıq əzbərlədikdə bir bölgünün qiymətini tapmağı biz. Niyə belə oldu? Aha. Məsələn, götürürəm burada 50 ilə 100-ü, 100-dən çıxıram 50-ni, 100-dən çıxıram 50-ni. Bölürəm onlar arasındakı bölgülərin sayını. Bunun arasındakı bölgülərdəki Allah aşkına o qədər çıxı verib ki, bilmək olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənə bölgü var bunlar arasında. 100-dən 50 çıxsam 50, 50-ni də ona bölsəm 5 edir. Demək ki, birinci cihazımızın bir bölgüsünün qiyməti 5 voltu bərabər imiş.
Bir bölgünün qiyməti 5 voltdursa, onda birinci cihazın xətası nə qədər olacaq? 5 bölünsün 2, 5 bölünsün 2, o da bərabər olacaq nəyə? 2,5 volta. Yəni birincinin xətası nə qədər imiş? 2,5 imiş. Gəlin ikinci cihazın bir bölgüsünün qiymətini hesablayaq. Yəni burada 0 ilə 10-u götürə bilərəm. 0 ilə 10 arasındakı qiymət 1, 2, 3, 4, 5 dənədir. Deməli, ondan çıxacam 0-ı, böləcəm 5-ə, o da eləyəcək 2. Demək ki, bunun da xətası nəyə bərabərmiş? 2, bunun həm bir bölgüsünün qiyməti 2-dir. Xətanı tapanda 2-ni bölürəm 2. O da eləyir neçə? 1 volt. Demək ki, birinci voltmetrin göstəricisi 2,5 volt idi. İkinci voltmetrin göstəricisi isə 1 volt oldu. İndi burada ən çox xəta kim elədi? Birinci voltmetr elədi. Ən çox xəta birinci voltmetr eləyirsə, demək ki, onunla dəqiq ölçmə aparmaq olmaz da. Yəni, xətanı kim çox eləyirsə, onunla ölçmə aparmaq daha səhvdə, yəni xəta çox eləyir, səhv çox eləyir. Ona görə də ikinci ilə daha dəqiq eləmək olar, ölçmək olar. Demək, ikinci voltmetrdə gərginliyi daha dəqiq eləmək olar, ölçmək olar. Sonra gəldik biz, ondan bir çıxdım, 2 səhv eləmədim, yox, düzdür. Gəldik 8-ci suala, 8-ci suala deyir ki, su elektrik stansiyasında 1 saniyədə istehsal olunan elektrik enerjisi 420 milyon Selsi joule olduğunu nəzərə alaraq bu enerjinin megajoule ifadə edilir. Megajoule nə idi? Megajoule 10^6 deməkdir. İndi mən əgər bu joule megajoule çevirmək istəyirəmsə, 10^6-ya bölməliyəm ya yox? Təbii ki də bölməliyəm. Çünki bunu megajoule çevirmək istəyirəm. Bunu 10^6-ya çevirəndə, demək ki, burada nə edəcəm? 10^6-ya böləndə daha doğrusu yazaq bunları. 10^6-ya bölürəm. 10^6-ya. 10^6 nə demək? 6 dənə 0 var. Onda bunun 6 dənə 0-ını silərəm. Onda geriyə nə qalar sadəcə? 420 megajoule qalır. Gəldik biz 9-cu suala. 9-cu sualda deyir ki, hansı cihaz və ya cihazları ölçən fiziki kəmiyyət skalyar kəmiyyətdir? Gəlin birinciyə baxaq. Birinci görürük burada nədir birinci? Saniyə ölçən oxşuyur, səhv eləmirəmsə. Saniyə ölçəndir və saniyəni ölçən cihaz. Saniyə ölçən kimi ölçürdü? Təbii ki də zaman ölçürdü. Zaman da ki necə kəmiyyətdir? Skalyar kəmiyyətdir. İkinci suala baxsam, burada tərəzidir. Tərəzini hamı görüb onsuz da. Tərəzini hamımız bilir də, tərəzinin olduğunu. Və tərəzidə təbii ki də kütləni ölçür. Biz də kütlənin skalyar kəmiyyət olduğunu demişdik. Demək ki, 2 də skalyar kəmiyyətdir. 3 dinamometrdir. Dinamometr ölçürdü qüvvəni və qüvvə də vektorial kəmiyyətidir ki, onsuz da başında vektor göstərilirdi. Bir də biz əvəzedici qüvvəni tapanda qüvvənin həm ədədi qiymətini tapırdıq, həm də istiqamətini tapırdıq. Vektorial kəmiyyətlərə demişdik ki, həm ədədi qiyməti olsun, həm də istiqaməti olsun. Məsələn, zamanın bir istiqaməti yoxdur, özü üçün axır. Kütlənin bir istiqaməti yoxdur. Məsələn, standart bir kütlə qiymətdir də. Amma qüvvənin bir istiqamətdə nədir? Var. Demək ki, bir nəinki skalyar kəmiyyətləri ölçən cihazlardır. Gəldik 10-cu suala. 10-cu sualda deyir ki, başlanğıc anda sükunətdə olan cisimə şəkildə 24 qüvvə təsirdir. Əvəzedici qüvvənin qiyməti nəyə bərabərdir? Əvəzedici qüvvənin qiymətini tapmaq üçün təbii ki də qüvvələr eyni istiqamətdə yönəlirsə, onları toplayırdıq. Əks istiqamətdə yönəlirsə, çıxırdıq. Eyni istiqamətdə yönələn qüvvələrə baxaq. Bax, burada 8 Newtondan 18 Newton eyni istiqamətdə yönəlib. Onda bunları toplayaram. 18 ilə 8-in cavabı 26 Newton edir. Özdə sağ tərəfə doğru. İndi sol tərəfə tətbiq olunan qüvvələrə baxaq. 13 ilə 9-dur və sol tərəfə tətbiq olunan qüvvələr 13 ilə 9-dur və onlar da eyni istiqamətdə yönəlib deyək. Yenə onları toplayacağım. O deyəcək 22 Newton. Demək ki, sol tərəfə də 22 Newton olmuş oldu. Sağ tərəfə 26, sol tərəfə isə 22. Yenə bunlar bir-birinə əks yönəliblər. Onda bir-birlərini bunlar nə yemək lazımdır? Çıxmaq lazımdır. 26-dan çıxaram 22-ni. Deyərəm ki, mənim əvəzedici qüvvəm nə qədərdir? 4 Newtondur. Özdə hansı istiqamətdə yönələcək? Bilirik ki, əvəzedici qüvvə bölüş qüvvə istiqamətində yönəlir həmişə. Onun görə nə etmiş olacaq? Sağa tərəf yönəlmiş olacaq. Sağa tərəf yönəlmiş olacaq və əvəzedici qüvvənin qiyməti 4 Newton yönəlmiş olacaq. Sonra deyir ki, şəkildəki cisim hansı istiqamətdə hərəkət edər? Təbii ki də şəkildəki cisim sağ tərəfə doğru hərəkət edəcək də. Çünki bu əvəzedici qüvvə 4 Newton sağ tərəfə olmuş oldu. Bu da belə, desən elə 10 dənə sual idi, aşağısı yox idi, səhv etmirəmsə. Belə, inşallah ki, digər videolarda görüşərik.